Bu əslində Amerikanın bəlkə öz səhvidir, çünki onlar teenager kimi davranırlar. Onlar üçün beynəlxalq qanunvericilik qanun deyildi, onların öz istəkləri qanundur. Kosovoya soxulmaq istəyirlər, daxil olurdular. İraqa daxil olmaq istəyirlər, daxil olurdular. Hələ biz Azərbaycanlılar bir xeyli onların ikili standartlarını müşahidə etmişik Qarabağ məsələsində. Burada heç vaxt heç nəyi fərdi qəbul etmək lazım deyil. Bu onların marağında idi ki, bu tipli təsir zonasız qalsın. Rusiya maraqlı idi ki, bu qalsın. Amerika maraqlı idi ki, o da qalsın. Biz şəxsi qəbul etməməliyik bunu, amma sonda bezdi hamı bu sistemlə. Və Çinin qalxması və onlarda daha prudent və daha bəlkə uzaq görən təsir mexanizmləri vardı. Bir tərəfdən yaxşı səslənirdi. ABŞ real olaraq konsumerizm perspektivindən orta statistik insan perspektivi yaxşı həyat tərzi sənə vəd edir. Maşın olacaq, evin olacaq, qədətli yemək yeyəcəksən, iqtisadiyyatın yaxşı inkişaf edəcəkdir, pul olacaqdır. Bir tərəfdən yaxşıdır. Amma buna qarşı sən gələ suverenliyi onlara verəsən. Yalnız onların dediyi kimi sistem qurasan, onların dediyi demokratiyanı qurasan, onların dediyi qanunları qurasan.